Azərbaycan dilində istifadə olunan rus sözlərini varvarizm deyə adlandırdığı üçün, qırmızı şeytan sovetlərin istintaq işgəncələrində sınmayıb, heç kimi satmayan və özünü dənizə ataraq intihar edən qəhrəman Azərbaycan alimindən söhbət açım. İçimizdən birilərinin qarın doyuran, amma şuur qoymayan sevimli SSRİ-si baxın görün, min bir zəhmətlə yetişmiş oğullarımıza necə işgəncələr edərək onları yox etdilər. Söhbət kimdənmi gedir? 1932-ci ildə Latın qrafikası əsasında körlər üçün nöqtəli hərflərin layihəsinin müəllifi, filologiya elmləri namizədi, professor, dialektoloq alim 1937-ci il iyulun 19-da SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Arxeologiya və Etnografiya İnstitutunun direktoru təyin olunub. Bir il sonra isə Olmazın işgəncə